Orxan Şahbaz kimdir? Niyə marketinq? Beyni var və beynin içərisində baş verən proseslər var və bunlar kompleks şəkildə məni ifadə eləyir. Beyin qərar verəndə daha çox emosiyaya köklənir, yoxsa məntiqlə cavab verir bizə? Marketinq və neuromarketinqin fərqləri burada ortaya çıxır. Niyə şirkət rəhbərləri də özlərində günah görmür? O sistemi rəhbər özü müəyyənləşdirir. Amma bizim cəmiyyətin böyük əksəriyyəti dostluqdan daha çox amiranə idarə etmə üsulunu öyrəşir. Yəni elə heç vaxt hazır, tam professional biri ilə çalışmıram. Hamı bir-birini vurmaq psixologiyasında olduğuna görə Biz nə vaxt dəyər verməyə bacaracağıq? azadlıq həyatda maddi və mənəvi yerini biləcək qədər özünü tanımaqdır. Pul əl çirkidir. Zəhmətdən çox pul qazana bilməzsən. Sən ağzına gələn istənilən şeyi danış, amma bəzi sözünü ora əlavə elə. Vəssalam. Həyat qadınıdır. Hamı bilir bunu. Video paylaşır. Aşağıdan rəy yazırlar ki, Allah şəhidlərimizə rəhmət eləsin. Adama deyirlər sən orada niyə varsan? Fikirləşmir ki, bu oğlan qeyrətlidir yoxsa qeyrətsizdir. Düşünmək deyəndə siz nəyi nəzərdə tutmusunuz?